üzücü xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Təxminən 1 saat yarım bundan əvvəl Respublikanın əməkdar artisti Cabir İmanov həyatını itirdi. O, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zallarının birində məşq edərkən infarkt keçirib və nəticədə əməkdar artist həyatını itirib. Qeyd eləmək istəyirəm ki, hazırda Cabir İmanovun nəşi deməli məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyindədir. Ekspertiza üçün bura gəlinib. Ekspertizadan sonra isə onun nədən həyatını itirdiyini daha dəqiq biləcəyi. Onu da əlavə edeyim ki, hazırda məhz burada onun yaxınları, ailə üzvləri, sənət yoldaşları, eyni zamanda dostları da buradadılar. Onlar da Cabir İmanovun ekspertizadan belə deyək çıxmasını gözləyirlər. Qeyd eləmək istəyirəm ki, Cabir İmanov Parniz Baku KVN komandasının üzvü olub. O 1976-cı ildə Bakıda anadan olub. 1983-93-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 93-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997-98-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarında həqiqi hərbi xidmət keçib. 99-cu ildə isə Cabir İmanov Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə qəbul olunub və 2003-cü ildə həmin universiteti bitirib. 1992-2001-ci illərdə Parniz Baku KVN komandasının üzvü olub. 92-ci ildə KVN çempionu, 95-ci ildə KVN yay kubokunun sahibi və 2000-ci ildə isə KVN əsrin çempionu adına layiq görülüb. 2001-ci ildə Planet Parniz Baku KVN teatrının aktyorudur. O, 14 sentyabr 2015-ci il tarixində Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Eyni zamanda 16 oktyabr 2021-ci il tarixində Azərbaycan mədəniyyətinin inkişafında xidmətlər